Avropa İttifaqı Şurası Rusiya təbii qazına tam qadağa qoyulması ilə bağlı qərarı təsdiqləyib. Birlik ölkələri rəsmi olaraq həm Rusiya boru kəmər qazının, həm də sıxılmış təbii qazın Avropa İttifaqına idxalını tədricən dayandıran reqlamenti qəbul edib. Daha ətraflı Berlindən xüsusi müxbirimiz Günay Məmmədova bizə məlumat verəcək. Günay, salamlayırıq sizi və yeni təlimatlarda nələr nəzərdə tutulur sizdən öyrənək. Bəli, Avropa İttifaqına üzv dövlətlərin rəsmi olaraq qəbul etdiyi reglamentə görə qısa müddətli müqavilələr üçün sıxılmış təbii qaza qoyulan qadağa 25 aprel 2026-cı ildə, boru kəməri qazına qoyulan qadağa isə 17 iyun 2026-cı ildə. Bundan başqa uzun müddətli müqavilələr üçün sıxılmış təbii qaza qoyulan qadağa yanvar ayı 2027-ci ildə, boru kəməri qazına qoyulan qadağa isə 30 sentyabr 2027-ci ildə qüvvəyə minəcək. Qeyd edeyim ki, Slovakiya və Macarıstan qadağaya qarşı çıxdılar, lakin qərarın təsdiqlənməsi üçün çoxluq səsi kifayət etdi. Macarıstan bu qərarı Avropa İttifaqı Ədalət Məhkəməsinə şikayət etməyə planlaşdırır. Bundan başqa 1 mart 2026-cı il tarixinə qədər Avropa İttifaqı ölkələri qaz təchizatının şaxələndirilməsi üçün milli planlar hazırlamalı və Rusiya yanacağının əvəzlənməsi ilə bağlı potensial problemləri müəyyən etməlidirlər. Bu məqsədlə şirkətlərdən Rusiya qazı üçün mövcud olan hər hansı müqavilələr barədə hakimiyyət orqanlarına və Avropa Komissiyasına məlumat vermələri tələb olunacaq. Lakin bir və ya daha çox Avropa İttifaqı ölkəsinin enerji təhlükəsizliyinə kəskin təhdid yarandıqda Rusiya ilə qısa müddətli müqavilə hələ də mümkündür. Qeyd edeyim ki, Rusiya boru kəməri qazı və sıxışdırılmış təbii qazın idxalına qoyulan qadağa Avropa İttifaqının 19-cu sanksiya paketində elan edilib. Enerji və təmiz hava üzrə tədqiqat mərkəzinin məlumatına görə Ukraynadakı tam miqyaslı müharibənin başlamasından 2025-ci ilin sentyabr ayına qədər Avropa İttifaqı bütün Rusiya sıxılmış təbii qaz ixracatının yarısını alıb. Avropa İttifaqından sonra Rusiya qazının idxalçıları siyahısında Çin və Yaponiya gəlir. Çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə. Təşəkkür edirik.